Ümid edirəm ki, bu Məhərrəm həyatımızda dönüş nöqtəsi olsun. Mən bu etiqaddayım ki, biz bir il İmam Hüseynə düz əzadarlıq eləsək, həmin il İmam Zaman zuhur eləyər. Düz əzadarlıq eləsək, düz əzadar olsaq və bu bəhs də buna kömək eləyə bilər. Səbir çox şirin şeydir, çox dadlıdır və ləzzətlidir. Zeynəbi Zeynəb eləyən, o əzəməti verən onun səbri idi. Zeynəb qəlblərə hakimdir. Xanım Zeynəb xüsusi sevilir, xüsusi. Onu sevdirən Zeynəbin səbri idi. Deyərsən, eşqi idi, eşq ilə səbirdən asılıdır. Eşq səbirlə iç-içədir, qarışıb bir-birinə. Heç bilmirsən hansı eşqdir, hansı səbirdir. Həzrət Zeynəbin səbri idi. Xanım Zeynəb, bugün ona təvəssül edəcək. İstəyirəm biləsiz kimin qapısına indi gedirik. Ki, bugün halımız yaxşı olsun da, bugün dəyişək. Biz dəyişək ki, dünya da dəyişsin. İki sütunundan biridir, birisi İmam Hüseyn və Həzrəti Zeynəb. Balaca bir məqam deyil. Bu məsumdur. İkinci sütunu, mən bir dəfə danışmışam. İki sütunu var Kərbəlanın, biri Hüseyn, biri Zeynəbdir. Görün, bir adam nə qədər böyük olsun ki, tarixin ən böyük hadisəsinin bir sütunu olsun. Nə qədər danışılsa azdır, qiyamət günü pərdələr çəkiləndə xanım Zeynəb tanınacaq inşallah. Və biz fəxr eləcəkdik, bir nəfər can verirdi, Arif, bir salam verdi deyə məsumlara, bir dən dedi ki, mən sizə çox ağlamışam, bildik ki, Həzrət Zeynəb gəldi. Xanım Zeynəbdən başqa həqiqətən nəyimiz var, əməldən nəyimiz var, nəyə aparaq? Dünyada nə qədər dərd var Zeynəbindir. Dünyada nə qədər səbir var Zeynəbindir. İmam Hüseyn ən həssas mövzularda ona üst tuturdu Kərbəlada. Dünən dedim, Abdullahın əlindən dedi, sən yapış. Əli-Əsxər şəhid olanda o gəldi. Əli-Əkbər şəhid olanda o gəldi. Bütün məqamlarda Hüseynin şərikidir. Qəmə tərəf qaçıb onun nuş eləyirdi. Ma rəeytu illa cəmilə. Səbrin axırda xülasəsini belə dedi. Dedi, keyf elədim mən Kərbəlada. Od vurdu o səbirsiz adamın ürəyinə. Səbirdən pay olmayan İbn Ziyadın ürəyinə, bu vasitə ilə. Öyle bir adamdır ki, Peyğəmbər onun haqqında buyurur ki, Aleykum ən tuhibbu Zeynəb. Sizə tövsiyə edirəm Zeynəbi sevəsiz. Peyğəmbər deyib bu sözü, bu dinin sahibi. Onun adı Zeynəbdir, Zeynu əbi. O atasının zinətidir. Əlinin ürəyinə dağ çəkən sözlər var idi. Hamısını Zeynəb küfədə dedi. Dedi, ata qoymaram ürəyində qalsın. O sözləri bir-bir dedi. Bacısını şahid gətirib İmam Hüseyn. Özdə aşiq olasan ha Hüseynə. Özdə imamımın başını kəsələr. Qardaşımın başını kəsələr. Zeynəb baxır. Bu nə mahıdır ki, həddən keçib istirabı Zeynəb. Fələk üzrə mehri mahı eləyib kəbabı Zeynəb. Dedi, məndəli bizarə ki, nə ahuzarıdır bu. Dedi, bu fəqanə bais ələmi cənab-ı Zeynəb. Dəxil alədən soruşdum, niyə dağdar olubsan? Dedi, yandırıbdı bağrım o evi xarabı Zeynəb. Lalənin içində görmüsünüz qara nöqtə. Şair Qasım bəy Zakirdir bu. Qasım bəy Zakir yazır. Deyir ki, lalədən soruşdum, bu qara nöqtə nədir, sinövə dağ çəkən nədir? Dedi, yandırıbdı bağrım o evi xarabı Zeynəb. Dedi, Zeynəbin qəmidir. Gülü sümbülü çəməndə bu gün əşkibar gördüm. Bunları edib pərişan yəqin inqilabı Zeynəb. Bu bəlalı çöldə qönçə necə bürqədar olsun? Kim əsiri Şam-ı Şuma gedə biniqab-ı Zeynəb. Özün etsə qərqə-i xun nə əcəb o qətligahda. Deyir, özünü qana da boyasa təəccüblü deyil o qətligahda. Zeynəbdən deyir. Özün etsə qərqə-i xun nə əcəb o qətligahda. Bədəni Hüseyni göz-göz görəçün Cənab-ı Zeynəb. Xəbər aldım Əhl-i Beytin ədədi qəmin fələkdən. Dedi ki, hesaba gəlməz qəmi bi hesabı Zeynəb. Sözə bax, bu dahinin axırda dediyi sözə bax. Dəxi Zakiri hesab et səgi küyi Kərbəladan. Bihəqi fəqan-ı Zəhra, bihəqi əzab-ı Zeynəb. Deyir, Zakiri Kərbəla dərgahının iti hesab elə. Sən and verirəm, deyir, Fatimənin fəqanına. Sən and verirəm Zeynəbin əzabına.